Yenə də Kia Optima elektron rulavoy ilə bağlı problem. Deməli, müştəri nədən narahatdır? Rul bu vəziyyətdə olanda rul qaytarmır. Yəni, özün gərək qaytarasan. Və yaxud da ki, sürdüyün vəziyyətdə rul düz qalmır. Rul sağlıq qalır, yəni bu vəziyyətdə qalır. Üçüncü problem, rulu məsəl üçün ki, döndərəndə biri var yüngül dönə, bax, yumşaq vəziyyətdə. 50-60 getdiyi vəziyyətdə belə tutulmalar olur. Elektron rulavoyun problemidir, bax o. Bu problemə görə elektron rulavoyu zbor söküblər, deyiblər ki, yağlanılmalıdır. 150 manat müştəridən pul alıblar, yağlayıblar, yenə də eyni problem. Son nəticədə müştəriyə deyilib ki, yəni elektron rulavoyda problem var, ona görə də zbor dəyişilməlidir. Elektron rulavoyun da zbor qiymətini yəqin ki, bilənlər bilir hansı qiymətdədir. İndi sizə problemi göstərirəm. Deməli, rul düz vəziyyətdədir. Diqqət eləsəz, rul düz vəziyyətdə. Amma dərəcə -6 göstərir. Hansı ki, bu 0 nöqtəsində olmalıdır. İndi biz bunu adaptasiya eləyəcəyik, müştəri sürüb yoxlayacaq. Nəticəni də sizlə paylaşacağım ki, düzəlib, düzəlməyib, yekunda özünüz qərar verərsiniz. İnşallah hər şey qaydasında olar. Adaptasiya elədik, rul düz vəziyyətdə. Göstəriciyə diqqət eləyin. Bu oynama normaldır, həmişə qeyd eləyirəm, çünki avtomobil motor işləy vəziyyətdədir, yüngül titrəmələr olur. Yəni, rulun düz vəziyyəti adaptasiya olunaraq yerinə gətirilir. İndi rulun bütün bu problemləri hamısı aradan qalxmalıdır. Əlavə xərclərin heç birinə ehtiyac yoxdur. Adaptasiyanın qiyməti 20 manatdır. Qardaşlar, işimizin yekununda sürdük, yoxladıq maşında. Rul düz vəziyyətdə, tutulmadan ümumiyyətlə söhbət gedə bilməz. Rulun yumşaqlığı əvvəlki vəziyyətinə qayıtdı. Müştəri bütün narahatçılıqlardan azad oldu. Özü də sürdü, qane oldu. Yəni, bizə təşəkkür də elədi, sağ olsun. İndi təhvil verəcəyik tam ideal şəkildə. Yəni, əlavə rasxodlara ehtiyac yoxdur. Əgər sizin də maşında belə bir problemlər varsa, mütləq şəkildə bizə müraciət eləyin. Adaptasiya eləyib, rul problemlərindən sizi azad eləyək. Diqqətiniz üçün təşəkkürlər. Hə, sürəndə yəni çalan fərq var, hiss eləyirəm. Nədansə, əvvəl kənlə tuturdum rolu, bir şey ki, indi bir əllə sürürəm. İnşallah, elə inanırsan ki, mənə bu da bəsdir. İndi o yerində dayananda zaten boş şeydir. Əsas sürəndədir. Yəni, bu elə mənə bəsdir. Nədansə, mənə nə qədər böyük dərddən qutardın. Sağ ol, əlin qolun ağrımasın. Allah razı olsun.